Biraz dərslərlə bağlı. Dərslər və professorlar necədir? İngiliscələri normaldırmı? Anlaşma yaşaya bilirsinizmi? Bəli. Bu birinci sual. İkinci sual, bütün eşitdiyim tələbələrdən narahatlıq, valideynlərin narahatlıq budur ki, Hə. bəs Çində ancaq Çinlilərdir, xaricilər yoxdur, heç kim ingiliscə danışa bilmir. O mühit necədir? Əslində mən deyərdim ki, dil məsələsi, Çin yəni inkişaf etmiş ölkədir, onların xarici dil öyrənməyə o qədər də ehtiyacları yoxdur. Yox. Amma buna baxmayaraq Çinlilər çox çalışqan olduğuna görə ingilis dilini mən deyərdim ki, elə Azərbaycanlılar qədər, yəni Azərbaycan Bakıda necə ingilis dili istifadə olunursa, Çinin digər şəhərlərində də o cür ingilis dilindən istifadə olunur. Mənim dərslərim ingilis dilindədir, professorlar özləri. Yəni beynəlxalq tələbələrə adətən Çinli professorlar dəstək verir, amma hansı ki onlar da ölkə xaricində təhsil almış professorlardır. Yəni onların ingilis dilisi təbii ki, öz sözünü demiş professorlardır, heç bir çətinlikləri yoxdur. Yerli gənclərdə biraz çətinlik ola bilər, amma onlar da. Yəni mən bura gəldikdə təbii ki, birinci səfər idi, heç bir Çin dilində heç bir söz də bilmirdim. Bura gəldikdə onlar ingilis dilini başa düşürdülər və mənim anlaşmamda çox da çətinlik olmadı. Super, çox yaxşı. Bu narahatlığı